Deməli, bazarda yenə də qohumluq əlaqələri öz işini görür. Mənim qardaşımın yoldaşı, gəlinimizin dayısı elə burada olur, Hüseyn dayı. Dediniz, Seviz Hüseyn dayı yazıb. Bax, Hüseyn dayı burada. Salam Hüseyn dayı, necəsiniz? Hoş gördük, hoş almışsınız. Bayaq görüşmüşük, Allah xalçalı yerdə olur. Ha, bax, bazarda xalça ilk buradadır. Salam, necəsiz? Yerli məhsul burada yoxdur bildiyim qədər. Pomidordur, xiyardır, bunlar yedi mahsuldur. Hardan gəlir? Şarurda. Şərurdan pomidor və xiyar. Ha. Qalanlar Bakıdan gəlirlər. Qalan bu da sizə Burada aiddir. qardaşımın farkı yoxdur. Ha. Bizimki də, ha, inan lazım olsa. Bu nədir? Bunu soruşacağam. Bana belədir bu? Ha, qurudublar, eləmi? Saçılır da o. Zəncəfilin qurusudur, sarı köşdür bu. Görürsünüz. Neçəyədir? Çəkib tökülüb bura, təmizi buradadır. Bax, stəkanı 1 manata satırıq. Bax, sarı kökün yer gəlmişlər. Üyüdüb, yığır bura, stəkanı 1 manat. Eyni zamanda stoklar, özü bir saçılır. İstotu da 1 kilo çəkib 1 manata və gördüyünüz kimi burada Naxçıvanın yerli məhsullarından kaşır turşu, alça turşusu, zoğal turşusu, qarışıq turşu, badımca mürəbbəsi, heyva mürəbbəsi. Bu nə idi? Bu da heyva olsun, yaxşı. Bu şəftəlidir. Şəftəli deyil, şafdalıdır. Şafdalı. Naxçıvanda şəftəli deyirlər. Yəni biraz fərqlidir. Ərikdir. Feyxadır, sarımsaqdır və s. Turşularımız yan-yana, gəl ay qonşumun qızı. Çək. Bax belə. Arada istəyirik ki, kəhli otu haqqında da deyək, nələr var. Buyur. Bu nədir, bu nədir? Naynəlidir. Aha. Və bu iynədə baxa bilərsiniz. Yo, aş ətri, naynə ətirli kəhli otudur. Limon ətirli kəhli otu. Bu qızılgül ətirli kəklik otu. Bax belə. Bu sadədir. Bir də sadələr. Bəzən dostlar, efirdə qulağıma çatır ki, bəzən deyirlər kək otu. Azərbaycan dilində kək otu deyil, kəklik otudur. Kəklik isə elə məhz dağlıq ərazilərdə, çöllüklərdə olan quş növüdür. Kəkliyin bir neçə növü var. Çil kəklik, gözəl kəklik, ekranlara gəlsin, kəklik şəkli gəldi. Elə həmin kəkliyin bu da otudur. Biz də çayını içirik.